Salam, biz Robot Tennis yarışına Safe Vision komandası olaraq First Star kateqoriyasına qatılmışıq. Mən Oğuz şəhər Emin Abdullayev adına 2 saylı Texniki və Təbiət Təmayüllü liseyin 9-cu sinif şagirdi Salam Vazir Rafifoğlu. Mən həmin liseyin 8-ci sinif şagirdi Əlzadə Xəzri Vaqifoğlu. Mən həmin liseyin 8-ci sinif şagirdi Kərim Ömər Turaloğlu. Bizim layihəmiz Safe Vision ağlı fövqəladə monitorinq və insan aşkarlama sistemi adlanır və məqsədi fövqəladə hallarda insan həyatını qorumağa kömək edən ağıllı bir sistem yaratmaqdır. Bugün zəlzələ, yanğın və qaz sızması kimi hadisələr çox qısa zaman ərzində böyük fəlakətlər səbəb ola bilir. Xüsusilə zəlzələ zamanı insanların damlıqlar altında qalması və məlumatın xilasedicilər düzgün çatdırılmaması onların işini daha da çətinləşdirə bilər. Bizim məqsədimiz bu problemi texnologiya ilə sürətli və səmərəli şəkildə həll etməkdir. Bizim sistemdə ESP32 kamera, titrəmə sensoru, qaz sensoru və alov sensoru mövcuddur. Sistem davamlı olaraq mühiti izləyir. Əgər yanğın halı aşkarlanarsa, zəlzələ baş verərsə və ya qaz sızması olarsa, bu zaman sistem avtomatik olaraq fəaliyyətə başlayır və ESP32 kamera otağın şəklini çəkir. Daha sonra sistem bu məlumatları, yəni bütün məlumatları, hansı ki hadisənin növünü, şəkil və təxmini insan sayı ilə birlikdə e-mail vasitəsilə aidiyyatı olan qurumlara və yaxud istifadəçiyə göndərir. Bu layihənin ən vacib innovativ hissəsi yalnız təhlükəni aşkar etməsi deyil, həm də hadisə yerində neçə insan ola biləcəyini təxmini müəyyən etməsidir. Əgər bu sistem dövlət binalarında, məktəblərdə və ya xəstəxanalarda quraşdırılsa, Fövqəladə Hallar Nazirliyi daha sürətli qərar verə bilər və xilasetmə əməliyyatını daha yaxşı planlaya bilər. Nəticə olaraq Safe Vision sistemi insan həyatını qorumağa yönəlmiş, ağıllı və real quraşdıra bilən bir təhlükəsizlik sistemidir.